Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən niçin yanırdı. Hələ onda bilmirdik ki bunu biz, bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzul alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri.
Hansı? Motivasiya birinci başlayır. Amma mən istəyirəm, sən birincidən elə bir kələdir, anlayış gibi də, dünya görüşü. Bax, birinci bu şey var ya burada. Yəni, 3 dənə qoymuşdur, bu özüm sonradan düzəltmişəm bunu, böyük şeyləri də. İlk Xəzəri kürüdü, onun arxasına qoşmuşum. Mariyan o bütün maraqlıdır. Bunu saxlayaq. Bir dəqiqə, bax, onun bir dənə də hərəkətlisi var ya, qız qalası, onu ta. Onlar göstərərsən, o ilk maraqlı olar. Mövzu verəcək. Bu infiqonun zaten onun dönası əfsanəsini görürüm hələ. Odur da deyəsən. Yok, bu film çizgi filmi yazıldı. Yok, bu çizgi filmi. Tam şimdi skalası çok güzel. Bazen de böyle bir musiki gelir elədir ki. Həzin. Onun biraz sesini aşağı verirsiniz. O danışanda bu. Şimdi bununla başlar, bu göreceğim. Bir mərtəbə divarı qalır, 5 metrə yuxarı mərtəbə divarı qalırdı. Qalan daxil çıxarqarı qalır, dəlmişdir. Azərbaycan evlililərdən bir olardı, şahsılaşdı, elcə daxil ən böyük eğlence. Ailədə ki, o vermişanın qarşılıqla atlar zaxarandı yəni. Hə. Hə. Yəni, onu verərdi. Ondan qalmışlardı. saat neçədir, deyin görürüm. Hə, Almaz Məhəmməd. Dərsin açı. Saat Neçədir saat? İndi başlayır. Bunu koyanda necə? Kim istəyir? Gözü bulan gözünü çıkarıyor. Uşaqlar, diqqətli olun. Eşidirsiniz, heyvanlar Yeni bir ders geçiririk. Dersimiz grup halinde olacak. Şagirdləri 4 grupa bölmüşük ve bu gruplar indi öz bilik ve bacarıqlarını əks etdirəcək. Mənə deyin görün uşaqlar. Bax burada kızımızın əlində nədir gördüyünüz? Çoban yastığı. Çoban yastığı sözündə neçə dənə söz iştirak edir? Hansı sözlərdir? Lap yaxşı. Bəs bu nədir? Günə baxan sözündə neçə söz var? Hansılardır? Bəs bu nədir? Tutuquşu. Tutuquşu sözündə neçə söz iştirak edir? 2. Hansılardır? Tutuquşu. Bəs bu nədir? Su itidir. Su iti sözündə də neçə söz iştirak edir? 2 söz iştirak edir. Günə bax, çoban yastığı şəklini əlində saxlayan qızımızın adı Gülbənizdir. Gülbəniz sözündə neçə söz var? Hansı sözlərdir? Gülbəniz.
Dəniz. Bəs bu kimdir? Nuray. Nuray sözündə neçə söz var? 2. Hansı sözlərdir? Nuray. Bu isə Aydənizdir uşaqlar. Aybəniz sözündə neçə söz var? Hansı sözlərdir? Ay və dəniz. Bu kimdir? Elnur sözündə neçə söz var? 2. Deməli, uşaqlarımız əllərində saxladıqları əşyalar, bitkilər, heyvanlar, quşlar hər biri neçə sözdən ibarətdir? 2 sözdən ibarətdir. Və onların adları da hər birinin adının tərkibində neçə söz iştirak elədir? 2 söz iştirak elədir. 2 və daha çox sözlərin, köklərin birləşməsində əmələ gələn sözlərə biz nə deyirik? Deməli, bizim bugünkü dərsimiz, mövzumuz nə oldu uşaqlar? Mürəkkəb sözlər. İndi isə gəlin, mürəkkəb sözlərin deməli, tətbiqini, tərkibini öyrənək. Və bu mürəkkəb əşyalarla birlikdə uşaqların hər biri də qruplara ayrılıb və hər bir qrup bir mürəkkəb əşyanın, yəni mürəkkəb sözü əks etdirir. İlk qrupumuz, birinci qrupumuz buyur. Təqdim elə özünü Nurbanqala. Biz Qız Qalası qrupuyuz. Siz yerinizə keçin. Biz Qız Qalası qrupuyuz. Qız Qalası qrupunu tanışacağım. Qız Qalası. Müdafiə xarakterli tarixi memarlıq abidələri içərisində Qız Qalası Bakının eləcə tapşırılan ən möhtəşəm məsirli memarlıq abidəsidir. Qala şəhəri cənub-şərq hissəsində 12-ci əsrdə Beyba Bəxşidoğlu tərəfindən Qəzər sahilində dalğaları böyükləri böyük bir qala üzərində çalışdır. Qalanın hündürlüyü 8 metr, diametri olan qablada 5 metrdir. Bir mərtəbə divarı qallağı 5 metrə, yuxarı mərtəbə divarı qallağı 4 metrə çatır. Qalan daxil 8 mərtəbəyə bölünür. Dönüşdə Bakı Abşeronluğu müdafiə sisteminə daxil olan Qız Qalasında 203 dövlət müdafiə oluna bilir. Qalaya yeganə giriş olunur, onun qəttə əvvəlki səthi 2 metr gəldi. Qala 1964-cü ildə müzə kimi fəaliyyət göstərmə başlayıb. Xalq üzü düşmənə təslim olur, özünü qalada dənizə atır, ölümünün hapsıyla gəlməsində üstünü tutur. Elə vaxtda xalqımızın iftixar və müqaviyyəli bəli yolu olmuşdur. Azərbaycan evlərlərində biri olan Qız Qalası, Azərbaycanlı plastikçıları üstündə dəfələrlə təsdiq edilmişdir. Son illər indiki Qız Qalası'da məlumatda bizdə o düşərliklər keçirir. Biz Çoban Yastığı qrupuyuz. Mən Çoban Yastığı danışacağım. Çoban Yastığı mürəkkəb çiçəklər fəsiləsinin nümayəndəsidir. Çiçəklərin səbət formasındadır. Yarpaqları gövdə üzərində sıfır şəklində nömrəli düzülür. Canlıdan baxanda çiçəyi bir qətiyə oxşayır. Çiçəklərin əlvan rəngi həşəratlara cəlb edir. Avrasiya və Şimali Afrikada 150-yədək, o cümlədən Rusiyada 50-yədək, Azərbaycanda 26 növü məlumdur. Çoban yastığı salça və xalça sənayyəsində sarı rəng almaq üçün istifadə olunur. Çoban yastığı təbəbəsi ilə dərman məqsədi kimi istifadə olunur. Əksəriyyəti dekorativ bitkidir. Çoxlu dənli bitkilərin alavıdır. Adı kəsin iyi olduğundan heyvanlar yemir. Çoban yastığı sözündə 12 səs, 5 heca, 2 söz vardır. 2 rəqəmli düz ədəddir, 3-ün 4 qatıdır, 6-ın 2 qatıdır, 4-ün yarısıdır, 12 bir ildə olan ayların sayıdır, 12-nin ayabır konstitusiya günüdür. 4 evdən çoxdur ki, insanlar tutub əşqurluqdan təbii pək əldə edirlər. Bədən xırda tüksərə örtü olan bu akçəbənlər əsl ev heyvanına çevrilmişdir. Yumurtadan çıxan tırtıllar tut yarpağı ilə qidalanır. 40 gündən sonra inkişafını başlamayan tırtıllar, süpürgələr və çırpılar arasında barama örür və onun içində putlaşır. Tırtılın qarın boşluğunda xüsusi vəzlər vardır. Həmin vəzlər ifraz etdiyi kimi havada qırıyor. Tırtıl bir dəfə fırlanaraq 900-1500 metr uzunluğunda ip əyirir. Bu proses bütüncə heç istirahət etmədən yeni bir şırışlar, gözəl bir köpəyə çevirir. Pəşqurdundan alınan saf qəşən və mürəkkəb olub istən saxlayır. Azərbaycan Respublikasında Zaqatala
da Ağdamışan ki, Ağdaş, Ordubad və Bərdə şəhərlərində tut ipək qurdunu sapı çevirən zavodlar var. İpək qurdu sözü iki sözdən ibarət olub, bu söz Hanc qanununa tabi edilir. Çünki bu sözdə həm iki qalın sayt, həm də incə sayt iştirak edir. İpək hissəsi incə saytlı, qurdu hissəsi qalın. Cünəbaxan 400 il əvvəl Avropaya gətirilmiş və onu Cünət Siləyə adlandırmışlar. Cünəbaxan kompasın içini görür. Cünəbaxanın əsl vətəni Amerikadır. Cünəbaxan Rusiyaya 18-ci əsrdə gətirilmişdir. Cünəbaxanın çiçəyi səbətə bənzəyir. Onun diametri 20 sm çatır. Hər başçıqda 7000 iri yağlı tum yerləşir. Hündürlüyü 4 metrə qədər olur. Cünəbaxan həm yem kimi, həm də plaz küçüklər, viskos və çağın istehsalı üçün ham malı kimi istifadə olunur. Cünəbaxan hidrogenləşdirmə yolu ilə ondan margarin, pulnari yayaqları, konserv, sabun, lak boya sənayesində istifadə olunur. Azərbaycan Cünəbaxanın ikinci vətənidir. Cünəbaxan sözündə 9 səhət, 4 heca, 2 söz var. 9 dilimizdə uzanan səslərin sayıdır. Bir rəqəmli ədədlərin şahıdır. 3-ün 3 qatıdır. 18-in yarısıdır. Təhdir, mürəkkəbdir. 9 may qələbə günüdür. Uşaqlar, siz eşitdiyiniz qrupların adlarının hər birində mürəkkəb sözlər və mürəkkəb adlar iştirak edirdi. Deməli, bizim mövzumuz oldu mürəkkəb sözlər. İndi mən sizə mürəkkəb sözlər iştirak edən belə bir motivasiya danışacağım. Siz oradan mürəkkəb sözləri tədqiqat edib, nəticə çıxardacaqsınız ki, burada görək mürəkkəb sözlər hansılardır. Dovşanı hədələdikdə, dovşan çox qorxuya düşür və bu qorxudan o bütün adını, ünvanını, atasını, anasını tamamilə unudur. Yol ilə çox peşman halda getdiyi vəziyyətdə birdən onun qabağına bir yastı daban çıxır. Yastı daban ona deyir ki, hara gedirsən? Deyir ki, heç özüm də bilmirəm, amma yolumu itirmişəm. Həm də heç adımı da xatırlamıram. Görürsən, mənim adım nədir? Yastı daban deyir ki, mən nə bilim sənin adın nədir? Belə çıxır ki, sənin adın qulaqlarının uzun olduğuna görə yəqin ki, sənin adın uzun qulaqdır. Uzun qulaqdır. Dovşan çox yenə də peşiman halda yoluna davam edir və o fikirləşir ki, axı mənim adım uzun qulaq deyil idi. Və belə bir yolunu davam etdiyi halda bir Hacı Leyləyə rast gəlir. Hacı Leyləkdən soruşur, bilmirsən mənim adım nədir? Hacı Leylək ona deyir ki, mən nə bilim sənin adın nə ola bilər? Mən göydə, səmada qanat vurub çalıram, ağacların başında gəzirəm, özümə yer yuva, mavi səbanı seçmişəm, sənin adını hardan bilərəm mən? Amma mənə elə gəlir, sənin ayaqların çox eybəcərdir, nazikdir, qıssadır, belə çıxır ki, sənin adın qısa ayaqdır. Dovşan yenə inanmır buna və yoluna yenə davam edir və bu zaman bir su itinə rast gəlir. Su itinə deyir, su iti qardaş, bəlkə deyəsən, sən biləsən mənim adım nə ola bilər? Su iti ona deyir, mən nə bilir, biz heyvanıyam, sən meşə heyvanısan. Sən git bu sözü meşəbəyindən soruş, bəlkə meşəbəyi sənə izah edir. Amma mənə elə gəlir ki, mən sənə baxıram, sənin dodağın mırıq, ağzın da çırıqdır. Yəqin dodağı mırıq, ağzı çırıqsan, sənin adın bu ola bilər. Dovşan buna da inanmır, gəlir kol dibində, kör, peşman gizlənir. Və elə bu vaxt onun qabağına 2 dəfə şələ quyruq çıxır. Şələ quyruqlar danışırdılar. Onlar bir-biri ilə mübahisə edirdilər. Şələ quyruğun biri o birinə deyir ki, sən də elə dovşan kimi axmaqsan. Elə bu zaman dovşanın adı yadına düşür və o bilir ki, onun adı nə? Yastı daban, nə əyri pəncə, nə dişi mırıq, nə dişi qırıq, nə ağzı cırıq, nə uzun qulaq, onun əsl adı dovşandır. Beləliklə dovşan öz yolunu və adını tapır. İndi uşaqlar, biz burada danışdığımız mövzu içərisində mürəkkəb sözlər iştirak elədi, düzdürmü? Məsələn, bu sözlərdən əyri pəncə necə sözdür? Mürəkkəb sözdür. Yastı daban, uzun qulaq, mürəkkəb sözlər nədən yaranır? 2 və bəzən də 3 sadə sözün, 3-ün birləşməsində yaranan sözlərə mürəkkəb sözlər hər bir qrupa işçi vərəqləri vasitəsilə tapşırıqlar verəcəm və o tapşırıqlar içərisində siz mürəkkəb sözlərin tərkibini və tətbiqini aydınlaşdıracaqsınız. Birinci qrup qız qalası, buyurun. İkinci qrup ipək qurdu. Üçüncü qrup çoban yastığı oldu və sonuncu qrup günə baxan. Vaxt gedir, siz burada tətbiq edirsiniz, seçirsiniz, arayırsınız, axtarırsınız. Mürəkkəb sözləri tapırsınız, çalışmada sizə nə deyilir, həmin sözləri yerinə yetirirsiniz. Həmin sözləri yerinə yetirirsiniz.
Uşaqlar, siz əməkdaşlıq edirsiniz, nizam intizama riayət edirsiniz, verilən tapşırığı dəqiq və düzgün yerinə yetirilməsinə riayət edirsiniz. Və həm də bununla bərabər bilik və bacarıqlarınızı əks etdirməyə çalışın. Bizim qiymətləndirmə meyarlarımız vardır. Qiymətləndirmə meyarlarını biz hər hansı əşyalarla, qiymətlərlə nümayiş etdirəcəyik. Tədqiqat məqsədilə aparılan tapşırıqda hər bir qrup 8 güşəli, yəni düzgün yerinə yetirən 8 güşəli ulduz qiymətini alacaqdır. İlk gələn çoban yastığı qrupu oldu. Biraz yaş olun siz də uşaqlar. Vaxta da qənaət edir. Tez olun biraz. Buyurun. Buyurun. Buyur, gəl. Təqdim edəcəklər. Buyurun. Hər cümlədə mürəkkəb sözü tapın, həmin sözün birini cümlədə işlədin. Qaş qaralarında şələ qoyulub, türkü ülkəndə götürüldü. Şələ qoyulub. Asistan mətbəx əşyasıdır, asistan. Yeni gələn şagird girdə sifət və uzun saçlı idi, girdə sifət və uzun saç. İtburnu faydalı bitkidir, itburnu. Gülxanım şəkər vura bükür, Gülxanım. İsmail xəstə bacısına itburnu çiçəyi dərdi. Verilmiş sözlərə başqa sözlər əlavə etməklə sözlər düzəldir, birini də özümüz əlavə edin və cümlədə işlədik. Sarı saç, sarı tel, qara bəniz, qara dəniz, qırmızı papaq, qırmızı yanaq, çəp göz, çəp bel, qısa qol, qısa boy, göy göy, göy göz, cümlə, göy göy çəpəz dağının ətəyində yerləşir. Buyurun. Əyləşə bilərsən sən də. Aşağıdakı sözlərin içərisində mürəkkəb sözlər seçin və onlardan birini cümlədə işlədik. Çəkli çotu, meşə bəyi, ipək qurdu, endi külək, çoban yastığı, it burnu, dəvə dabanı, qızıl gül, cümlə, Gülpəri nənə nənəsi bir oğlana çəkli qutu çay dəvə. Əlamət bildirən sözlərdən əmələ gələn mürəkkəb sözləri seçin və birini cümlədə işlədik. Yastı daban, əyri pəncə, sarı köynək, açıq ürəkli, qara qaş, ağsaqqal, uzun saç, girdə sifət. Ağsaqqal asta-asta yeriyirdi. Uşaqlar, burada tapşırıqda verilən siz mürəkkəb sözləri qulaq astınız yəqin, yoldaşlarınız, yəqin oturanlar da eşitdilər. Hamısı tapşırığı düzgün yerinə yetirmişdir. Və bu tapşırığın düzgün yerinə yetirilməsinə görə, tədqiqatın yəni düzgün aparılmasına görə hər bir qrup, yəni birinci qrup qız qalasıdır, bir ulduz qiymət alır, ikinci qrup çoban yastığıdır, ulduz qiymət alır, üçüncü qrup ipək qurdudur, dördüncü qrup isə günə baxan qrupu, hər biri bir ulduza layiq görülür. İkinci tapşırığımızı yerinə yetirməmişdən əvvəl belə bir sorğu sizdən aparacağım. Biz deyirik ki, mürəkkəb sözlər həm ad bildirir, həm əlamət bildirir, həm hərəkət bildirir, həm say bildirir. Və sonda isə deyin görün, ad bildirən sözlər hansı nitq hissəsidir? Qızım, ne görün? Varlığın adını bildirən nitq hissəsi isimdir. İsim kim, nə, hara suallarından Bəs əlamət bildirən sözlər? Varlığın əlamətini bildirən nitq hissəsi sifətdir. Sifət necə, nə cür, hansı suallarına bildirir. Buyur, hərəkət bildirən nitq hissəsi? Hərəkət bildirən nitq hissəsi feildir. Feil nə etdir, nə oldu, nə edir, nə olur, nə dedik, nə olacaq suallarından birinə cavab olur. Bəs say bildirən nitq hissəsi? Say, sualları, neçə, nə qədər, neçədir. Say nə bildirir? Varlığın? Varlığın miqdarını, sırasını. Miqdarını, sırasını bildirir. Və deməli biz buradan mürəkkəb sözlərdən
tapa bilərik ad bildirən günə baxan, əlamət bildirən bayaq dediyimiz kimi uzun qulaq, əyri pəncə, girdə sifət, say bildirənlər də deyə bilərik hərəkət, atılıb düşdü, hərəkət bildirən deməli mürəkkəb sözdür. Say bildirən də biz rəqəmləri də az, çox, xeyli deyə bilir. Yəni, heç bir qrupun tapşırığı ona aydın deyil. Sadəcə olaraq uşaqların burada yenə biliş və bacarıqlarından istifadə olunacaq. Lakin burada vaxt bölgüsü istifadə olunacaq. Vərəqlər əldə, qruplar əməkdaşlıq edir. Vərəqlər əldə, başlar komandası veriləndə vaxt istifadə olunacaq. Əgər ki, hansı qrup birinci bayrağın, yəni tapşırığın yerinə yetirilməsini əlamət olaraq balıdağı qaldırsa, həmin qrup qalib hesab olunacaq. Vərəqlər əldə, başla. Adı Şirin. Adı Şirin. Yaşı əməkdaşlıq edir, əlavələr edir. Yeni de çoban yastığı grubu benim. Olmaz, ses olmaz değil. Vakta göre iğne kalan çoban yastığı olacak. Ama bu dedik deyince aşağılar çoban yastığı mütlek iğne kalacak. Bence bu tapşırığı düzgün yerine getirmeyin. Şimdi oturanlar da kulağız. Buyur. Ve grubun her bir hesap çalışması olduğuna göre buyur kızım. Əks mənalı sözlərin birləşməsindən alınan 5 söz yazın. Ölüm için büyük, küçük, dost, düşmən, acı, şirin, sülh, müharibə. Sadə söz qəfəs, düzəltmə söz sağsaz, mürəkkəb söz dəvə-dabanı. Düzdür mü uşaqlar yazdığı tapşırıq? Onda belə çıxır ki, bu qrup nəyə layiq görüldü? Bir alqışa, həm də bir ulduza layiq görüldü. O biri qruplarında çalışmasını dinləməliyik. Yəni, əlavə olaraq bilməliyik ki, sinifdə daha hansı tapşırıqlar edilir. Amma qiymət alan qrup bir dənə çoban yastığı olacaq. Buyur qızım, sən də denə. Təkrarlanan sözlərin birləşməsindən alınan 5 söz yaz. Birinci, tez-tez, asta-asta, gülə-gülə, az-az, çox-çox. Sadə söz, kitab, düzəltmə söz, bərbərxana, mürəkkəb söz, qızılgül. Düzdür. Yaxın mənalı sözlərin alınan 5 söz. Böyük, Hündürdən. böyük, kiçik, adət-ənənə, toyuq, düzə, qohum, qardaş, gül, çiçək. Sadə söz, kitab, düzəltmə söz, kitabxana, mürəkkəb söz, qanabaq. Düzdür. Buyur. Müxtəlif mənalı sözlərin birləşməsindən alınan 5 söz yaz. Ayaqqabı, günə baxan, ipək qurdu, ip burnu, aya baxan. Sadət söz, duz, düzəltmə söz, duzlu, mürəkkəb söz, it burnu. Düzdür. Baxmayaraq yenə təkrar edirəm, tapşırıqları düzgün yerinə yetirdiklərinə görə bir dənə qalib qrup hansı oldu? Hansı oldu? Çoban yastığı neçənci qrupdur? İkinci qrup. İkinci qrupun yeni bir ulduz qiyməti yarandı. Siz də uşaqlar çalışın, qiymət burada axırda hesablanacaq nə? Əks mənalı ola bilir, yaxın mənalı ola bilir, mürəkkəb sözlər təkrarlanan sözlərdən yarana bilir, müxtəlif mənalı sözlərdən yarana bilir. Mürəkkəb sözlər var ki, bir tərəfi məna kəsb edir, ikinci bir tərəfi onun məna kəsb etmir. Məsələn, belə sözlərdən biz deyə bilərik, çör-çöp, qır-qızıl, kar-kağız, belə sözlərimiz çoxdur, biz dərs zamanı da bunları öyrənəcəyik və yerinə yetirəcəyik. Elə bu mövzu ilə əlaqədar biz Azərbaycan dili, dil qaydalarına əsasən rəiyyət edərkən əks mənalı sözləri, antonim sözlər, yaxın mənalı sözləri, sinonimlər, çox mənalı sözləri isə omonimlər adlandırmışdım. İndi mənə desin görüm omonimlər nədir? Buyur.
Deyilişi və yazılışı eyni olub, mənaları müxtəlif olan sözlərə omonimlər deyilir. Bəs sonra Sözlər sinonimlər. yazılışı və deyilişi müxtəlif olub və mənaları eyni və yaxın olan sözlər sinonimlər adlanır. Antonimlər. Ziddiyyətsiz olan sözlərə antonimlər deyilir. Kim bir dənə omonim sözü deyə bilər? Omonim sözü. Qızım de görün. Qol. Daha başqa qruplardan qızım de. Do. Siz qızım de. Az. Az. De mən bala. Bəs daha kim yaxın mənalı sözlər deyə bilər? De. Dərman, hə. De mən bala. Böyük, iri. Böyük iri. De görüm. Başqalar da əl qaldırmamız. Qorxmayın. De. Gül çiçək, sən. Aha. Elə buna görə də biz yaxın mənalı, əks mənalı sözləri bir daha möhkəmləndirmə məqsədi ilə belə bir çalışmalar, belə bir cədvəllər, sxemlər tərtib etmişik və bu çalışmaları biz yerinə yetirəcəyik. Yenə burada vaxtdan istifadə olunacaq. Uşaqlar, vaxtdan istifadə olunacaq. Yenə qurumlara ad yazılmayıb. Vaxt bölgüsü. Yenə vərəqlər əldə. Əldə. Başla komandası veriləndə başlayacaqsınız. Başla. Gələr. Tapşırıqlarımızı işləyək inşallah. Siz hər birinizdə həm tapşırığa qulaq asırsınız, həm də monitora baxırsınız. Azərbaycanımızın dünənini, bugününü, sabahını tanıyırsınız. Orada da iştirak edən ola bilər ki, mürəkkəb sözlər var, onları da özünüz üçün qeyd edib tapırsınız. Buyur mən balam. Əks mənalı sözlər birləşdir. Gözəl, çirkin, sülh, müharibə, böyük, kiçik, tənbəl, çalışqan, dost, düşmən. Sıxmə sözlər yaz. Bayraqlar, taxtalar, it burnu, balıqçı, papaqçı, qızılgül. Düzdür. Və bu qrup birinci olduğuna görə qiyməti bu qrup alacaq. Eşidirsinizmi? Əlavə olaraq qiyməti bu alacaq. Başqaları da alacaq, amma birinci qiyməti bu alan qrup olacaq. Yaxın mənalı sözləri bilir. Hündürdən oxu qızı. Qulaq astı, eşitdi. Yola düşdü, getdi. İfa etdi, oxudu. Sona çatdı, qurtardı. Baş vurdu, yoxladı. Buyur qızım, sən də oxu. Kömə uyğun sözlər yaz. Kitablar, kitabın. İt burnu, ipək qırdı. Duzlu, balıqçı. Oldu. Yaxın mənalı sözləri birləşdirin. Kömək yardım, orman, meşə, mismar, mır. Burada yazmısan, nə yazmısan? Balıqçı. Balıqçı necə sözdür? Balıqçı, düzəltmə. Düzəltmə sözdür. Buyurun. Bu da bunların sonraki tapşırıqlarını da deməli, yerinə yetirmələrinə bir də deyirəm. Baxmayaraq, qalib qrup hansı oldu? Hansı oldu? İpək qurdu neçənci qrupdur? Üçüncü qrupdur. Üçüncü qrup yeni bir qiymət aldı. Yeni bir qiymət aldı. İnşallah yeni bir qiymət aldı. Və biz tapşırıqları yerinə yetirərkən sorğulardan da istifadə eləməliyik, biliklərimizi də əks etdirməliyik. İndi kim mənə deyər? Kim mənə deyər? Azərbaycan dilində neçə hərf var? Elnur bir görməm balam. 32 hərf var. Neçə hərf səsi var? Güllər de qızım. Neçə? 34 hərf səsi var. Səslər neçə yerə bölünür qızım de? Hansılardır? De görüm Fatimə. Saitlər və samitlər. Saitlər necə səslərdir? Saitlər necə səslərdir?
Deyirəm Kənan. Asanlıqla uzanan səslər ağız boşluğunda heç bir maneəyə toxunmur. Ağız boşluğundan çıxan səs axını heç bir maneəyə toxunmur. Neçə sait var? Fatimə? 9. Neçə samit var qızım? 23. Bəs samitlər neçə yerə bölünür? Əlidə görün. Hansılardır? Rəvanda görün. Samitlər 2 yerə bölünür, çarpı zincir. Çox samitlər nədən yaranır? Bilən baba. Köydən yaranır. Çar samitlər yalnız köydən yaranır. Cingiltili samitlər nasıl qızım? Köydən və avazdan yaranır. İndi biz sonuncu, yəni sonraki tapşırıqlarımızı yerinə yetirmək, yəni yeni də mürəkkəb sözləri bir daha öyrənmək üçün, onları daha da biliklərimizi artırmaq üçün biz belə bir tapşırıq hazırlamışıq, yəni belə bir cədvəl hazırlamışıq. Bu cədvəldə biz yalnız mürəkkəb bitki adları, quş adları, oğlan və qız adlarından istifadə, yəni mürəkkəb adlardan istifadə etməklə tapşırığı yerinə yetirəcəyik. Bir daha sizin nəzərinizə salıram ki, inşallah, mürəkkəb sözlər 2, bəzən də 3 sadə sözün, yəni 3 kökün birləşməsindən əmələ gəlir. Buyurun. Yenə də heç bir başlıq lazım deyil yazmaq. Buyurun. Buyurun. Sakit ola. Burada da yine biliklərinizi yoxlamaq məqsədilə qrupların gördü də qiymət alacaq. Soba yastırıyor. Sakin, nizam intizamlı olar. Əməkdaşlıq aparar. Necə yaranır, onu öyrənə biliblərmi? Buyur qızım. Çıxanda sözlər yaz, mürəkkəb quş adları, sarı köynək, dəvə quşu, hacı leylək, qara toyuq. Qalın saytlar, Eşitmirik. yaz. A, ı, o, u. Sözlərdən birini cümlədə işlər. Əli qara toyuq, quşu tutdu. Çı-çı, çı-çı, necə şəkilçilərdir leksik. Çı-çı, çu-çu, necə şəkilçilərdir? Sözdə mürəkkəb bitki adları yaz. Güləbaxar, qızılgül, itburnu, çoban yastığı. İncə sahibləri yaz. Ə, i, ö. Sözlərdən biri cümlədə işlər. İtburnu faydalı bitkidir. Xalan daş, keş, necə şəkilçidir leksik. Buyurun. Sözdə sözləri yaz. Mürəkkəb qız adları. Qız yetər, gülbəniz, aybəniz, gülçöhrə. Birinci, açıq sahibləri yaz. A, E, Ə, O, Ö. Sözlərdən birini cümlədə işlər. Gülbəniz çay dəmlədi. Lu, li, ru, yu, necə şəkilçilərdir? Leksik. Leksik. Buyurun Sözdə qızım. sözləri yazın. Mürəkkəb oğlan adları. Qurban Əli, Ağa Səlim, Əli Baba, Ələ Kərim. Birinci, qapalı sayfları Əli Kərim olmaz qızım, Əli Kərim. Əli Kərim. Əli Kərim yazmışsan. Əli Kərim. Əli Kərim yazmışsan, düzgün oxu. Qapalı saytları yaz. I, I, U, Ü. Sözlərdən birini cümlədə işlər. Əli Baba bostanda işləyirdi. Üçüncü, Sünas, Pərvər, Gil, Dan, necə şəkilçilərdir leksik. Ah, leksik. Yaxşı. Bunu da sizə baxın. İndi müəllimlər, siz mənə deyin görün, başlıqlar düzgün yazılıbmı? Uşaqlar mürəkkəb sözü necə yarandığını başa düşüblərmi? Onlara qiymət yazmaq olarmı? Olarmı? Olarsa onda qrupların hər biri bir ulduza layiq görünür. Birinci qrup qız qalası, ikinci qrup çoban yastığı. Və uşaqlar, siz orada mən eşitdim ki, leksik şəkilçilərdən söhbət açdınız. İndi mənə deyə bilərsinizmi? Məsələn, bir dənə yeni mənalı söz yarat görək. Leksik şəkilçi, Balıqçı. Balıqçı sözünün kökü nədir? Balıq. Balıqçı sözünün yeni mənalı söz yaradan şəkilçi hansı şəkilçi oldu? Şu necə şəkilçi? Leksik. Leksik şəkilçilər dediniz günə qoşulur, tamamilə yeni mənalı sözlər yaradır. Bəs elə şəkilçilər var ki, uşaqlar, o söz kökünə qoşulur,
Sadəcə olaraq sözü əzizləyir, əzir, düzür, nazlayır, qəmzəliyir, haldan hala salır. Və o şəkilçilər hansılardır? Hansılardır? Qrammatik şəkil. De görüm qrammatik şəkilçilər nə edir? Qrammatik şəkilçilər söz kökünə qoşularaq sözün formasını dəyişir, ancaq yeni mənalı sözü Ancaq yeni mənalı sözlər yaradır. Kim mənə deyə bilər? Qrammatik şəkilçilərdən hansıları tanıya bilirik? Buyur. İsmin şəkilçilər, feilin zamanı şəkilçilər, cəm şəkilçilər, şəxs və mənsubiyyə. Şəxs və mənsubiyyət. İsmin hal şəkilçiləri deyəndə uşaqlar biz ismin hal şəkilçiləri haqqında məlumatlar öyrənmişik. Kim deyir ismin neçə halı var? Kim deyir ismin neçə halı var? Qızım de görün. İsmin hal. Hansı halı şəkilçi qəbul etmir? De görün mən bu. Şəkilçi qəbul etmir. Və o biri halların, hal şəkilçiləri han? De görün Kənan. Deməli bu şəkilçilər hansı sözün kökünə qoşulsa, yeni söz yarada bilərik, yoxsa formasını dəyişə bilərik? Bəs yeni şəkilçilər, yeni söz yaradan şəkilçilər çı, ci, çu, çü, lı, li, lu, lü. Bunlar söz kökünə qoşularaq sözlər neydi? Yeni mənalı sözlər. Və uşaqlar biz test yolu ilə, qiymətləndirmə yolu ilə yenə də bilik və bacarıqlarımızdan istifadə edirik. Buyurun, yenə də hər bir qrupa bir test yazmışıq, sakit olaq, rəyət eləyək və o testlərin nəticələrini yeni müəllimələr sizə deyəcəkdir. Müəllimələri götürə bilərmi bunları? Səs olmaz, əməkdaşlıq edin, kim nəyi bilmir, bir-birini öyrətsin, əlavələr eləsin, nizam-intizam olsun. Ən başlıcası bizə nizam-intizam qiyməti yazılacaq. Onu da müəllimələr sizə yazacaq. Burada da sizin hər bir qrupuna qiymət yazılacaq, yəni hər bir qrupa fərdi olaraq qiymət yazılacaq. Siz də verin, müəllimələrə verin. Gətir bu burası. Yox, bunlar sən orada elə olsun sözlər. Müəllimələr yoxlayıb nəticə çıxarana qədər bir daha sizin hamınızdan dərsimizin mürəkkəb söz olduğuna görə, mövzunuzun mürəkkəb söz olduğuna görə baxaq görün hər biriniz mürəkkəb sözün doğrudan da iki kökdən, iki sadə kökdən əmələ gəldiyini anlamışsınız, tətbiq edə bilirsiniz, onları yarada bilirsiniz, cümlədə işlədə bilirsiniz. Məsələn, Tuna, günə baxan necə sözdür? Mürəkkəb sözdür. Mürəkkəb sözü cümlədə işlər. Həmin günə baxan sözünü cümlədə işlər. Yazılan hazırlanır. Fatimə, ilk burnu necə sözdür? Mürəkkəb sözü cümlədə işlər. İlk burnu faydalı bitkidir. Bitkidir. Əli, çoban yastığı necə sözdür? Mürəkkəb sözü cümlədə işlər. Çoban yastığı dənli bitkidir. Dənli bitkidir. Leyla, kızım, sən de görün, dəvə dabanı necə bitkidir? Necə sözdür? Mürəkkəb. Dəvə dabanı sözündə hansı sözlər iştirak eləyir? Dəvə dabanı. Aha, dəvə dabanı. İndi bu sözü cümlədə işlər. Dəvə dabanı faydalı bitkidir. Faydalı bitkidir. Və biz burada müəllimələr nəticə çıxara bilərikmi? Bəli. Elan eləyə bilərikmi?
Bildiniz kimler verdi sizə? Bizə bu verdi. Sən verdin, Hə, Qız qalası. Qız qalası. Müəllimə necədir? Yoxlayaq görək, doğrudan da qiymətləndirmə. Səhv cavabları müzakirə edin də siz. Buyur, bəs mən də onu deyirəm. Var mı? Var, 3 dənə səhv var qız qalası. Qız qalası. Səhvləri müzakirə eləsin. Bəli, səhvləri müzakirə edirik. Yazıqdır, hansı mürəkkəb söz deyil? Göyərçin. Səhvdirmi? Hansı mürəkkəb sözdə əks məna var? Ağqara, kələ kötür, tez-tez. Ağqara. Səhvdirmi? Düzdür. Hansı söz təkrarlanmasında mürəkkəb söz yaranır? Təyyarə, avtobus, qatar. Qatar. Tələffüz zamanı maneəyə rast gələn neçə səs var? Neçə səs var? Bu yazıb Sami. Yəni, burada biraz fikir anlaşılmazlığı olur. Səhv qəbul edirik bunu. Hansı kar samitin cincirtili qarışığı yoxdur? Var, səhvdir? Səhv deyil. Sözlər tərkibinə görə neçə yerə bölünür? Hansılardır? Kök və şəkilçi. Müəllimə, siz burada sözlər tərkibinə görə neçə yerə bölünür? 2 çıx qoyursunuz. Tərkibinə görə. Quruluş söyüşdür. Tərkibinə görə 2 yerə bölünür. Kök və şəkilçi. Bunu düzgün qəbul elədik. Sözün formasını hansı şəkilçilər dəyişir? Formasını. Qrammatik. Siz yazmışsınız leksik. Bunu səhv qəbul elədik. Sözün asanlıqla bölünən hissəsi nədir? Öyrəndik. 3 dənə. Deməli, bunların ikisi nə oldu? Mən o birincisi də səhvçini, o da sabit. O da samitdir, da, bəli. Samitdir. Bir də siz say yazmışsınız. Aha, say yazmışım. Bu biraz böyle mexaniki səhv kimi gedir. Bir səhv qəbul eləyək və 10 sualdan bir səhvə nə verir müəllimələr? 5'dir. Aha, onda bu grup da aldı. Çoban Qız Qalası bir grup aldı. İkinci grup. Çoban yastığı için kim yokladı? Bəs mən dedim axı. Çoban yastığı. Biraz yardı ulan. Ümumiyyətlə səhv olan var mı? Burada var mı? Burada var mı? Burada da yoktu. Deməli o biri qruplar müəllimələr bilmədi hansı qrup hansını yazır. Amma yenə də deyirəm. Deməli bu tapşırıqda sumatik qiymətləndirmə kimi gedən bir tapşırıqda Qız Qalası biraz zəiflik göstərib. Qalan qruplar tamamilə tapşırıqları düzgün yerinə yetirmişdir. Buyur qızım. Və beləliklə mürəkkəb sözləri bir daha tamamilə başa düşdüyümüzü əks etdirən bir səhnəciyə baxaq. Buyur qızım, oradan qapıdan gəlirsən. Nazlı Gəncəli qızam, şübhə boyda bir tuzam. Nazlı Gəncəli qızam, düymə boyda bir tuzam. Hamıdan balacayam, amma yaman nazlıyam. Hamıdan balacayam, amma yaman nazlıyam. Amma yaman nazlıyam. Vay vay vay, evimin yolunu azdım. İndi buradayım, tutular beni yiyecek. Vay vay, sen kimsen? Sen benden de bağırdasan ki. Ben dinleyeceğim, evimin yolunu azmışam. Beni kömək edersen evime. Elbette ederim, ben seni Meşeler Şahı Aslan'ın evine apararım. Bu Meşeler Şahı Aslan'dan getirdim. Kimdir burada? Mənim düyməciyəm, içəri gəl. Kimdir burada? Mənim düyməciyəm, evimin yolunu almışam. Mənə kömək edərsən evimin yolunu taparam. Mən sənə kömək edərəm, sən də mənə kömək et, bu qanmazı başa sal.
Başqa sənət nələr? Səbətini yerə qoy. Ortalığa çək. Sənin də dərsin mürəkkəb sözlərdir. Elə bizim də dərsimiz mürəkkəb sözlərdir. Uşaqlar, deyin görüm, sözlər nədən yaranır? Səslər neçə yerə ayrılır? Hansılardır? Dilimizdə neçə sahib, neçə samit var? Və sonra deyin görüm, sözlər tərkibinə görə neçə yerə ayrılır? Hansılardır? Kök nədir? Şəkilçi nədir? Şəkilçilər neçə yerə ayrılır? Hansılardır? Qrammatik şəkilçilər. Qrammatik şəkilçilər söz kökünə qoşulur, sözün formasını dəyişir, ancaq yeni mənalı sözlər yaradır. Leksik şəkilçilər. Söz kökünə qoşulub tamamilə yeni mənalı sözlər yaradır. Qrammatik şəkilçilər hansılardır? İsmi hal şəkilçiləri, feili, zaman şəkilçiləri, zərf şəkilçiləri, şəxs və rəsmi. Zərf şəkilçiləri vardır. İsmin hal şəkilçiləri. İsmin altı halı var. Burada adlı hal şəkilçi qəbul etmir. Ün, in, un, ün, a, ə, ı, i, u, ü, da, də, dan, gəl. Düzəltmə sözlər kökdən və leksik şəkilçinin köməyi ilə yaranır. Biz indi anladıq ki, mürəkkəb sözlər iki vəzənli üç sərli sözün birləşməsindən yaranır. Çox sağ olun. Elə isə deyin görüm, mürəkkəb nağıl adlardır. Məlik Məmməd, Təpəgöz, Kənoğlu, Qırmızı Pamuk. Əlbaba və Qırqıldır. Tıqtıq xan. Kim mürəkkəb oğlan adlar deyə bilər? Ağəli, Təlim, Sümbül. Ay. Uşaqlar, kim mürəkkəb qız adlar deyə bilər? Qız yetər. Ana xanım. Bibi xan, Aybəniz. Kim mürəkkəb bitki adlar deyə bilər? Subayasıdır. Cünəbə xan. Dəvə damanız. Kim mürəkkəb quş adlar deyə bilər? Quş. Hacı Leylək, Dəvə quşu, Pom-pom. Kim mürəkkəb heyvan adları deyə bilər? Müdürdən. Yastaba. Çəpgöz. Çəpgözü nə? Çəpgöz. Naziləti. Çələquyruq. Buyur sözünü deyil. Səlam. Yastı. Tamam. Get sözünü. Ayşə. Bunlar. Buyur eşit. Çox sağ öldüyümə tək bizim müəllimin əlindən qurtardım. İndi min vermə, yoxsa səni burada qurtulmuş yiyəcək. Görsən. Namız. Kuruluşunu, onların tətbiqini başa düşdükdə tətbiq etməyi öyrəndik. İndi isə sizin sonda bu tapşırıqlarınıza görə də hər birinizin bir ulduz qiyməti olduğunu nəzərə alaraq sonda qiymətləndirməni sizin nəzərinizə çatdıracağım. Birinci qrup Qız Qalası qrupudur. Ayağa qalxsın Qız Qalası qrupu. 4 dənə ulduzu var. Yəni 4 bal. Eşidirsiniz? Və baxıb sonra da müqayisə eləyəcəyik. 4 ulduzu. Yəni 4 qiyməti var. İkinci qrup Çoban Yastığıdır. Çoban Yastığı qrupunun da 4 nəyi var? Ulduzu var. Yəni 4 balı var. Üçüncü qrup
Üçüncü grup İpek Kurdudur. 4 balda bununkidir. 4 balda bununkidir. Dördüncü grup Günabaxandır. Günabaxan qrupunun 3 qiyməti var, yəni 3 dənə ulduzu var. Və üstə gəl burada hər bir qrupa müəllimə deyin görə əməkdaşlıq edə bilirlər uşaqlar. Bəli, bir qrup 1 balda əməkdaşlıq gəlir. Nizam intizam rəyyət edirlərmi? Bəli, 1 balda orada gəlir. Deməli, Qız Qalasının qiyməti olur 6 bal. Çoban yastığı olur 6 bal. Günabaxan İpək Qurdu olur 6 bal. Nədir? Günabaxan qrupu isə olur 5 bal. Beləliklə qrupun 3-ü daha fəal, biri isə onlara nisbətən aşağı nəticələr göstərmişdir. 3 qrupa 5 qiymət yazmaq olarmı? Olarmı? Olar. 3 qrup şagirdləri hər biri özünü qalib hesab edər. Onların hər biri alqışa layiqdir və Günabaxan qrupu da çalışmalıdır ki, onlar kimi onların da nəticələri yüksək olar. Bununla da bugünkü fəal təlim üsulu ilə aparılan dərsimiz sona yetdi. Buyurun.